Değerli izleyiciler, her birinizi kanalımda hoş gördük. Bugün sizlere 6. sınıf riyaziyyat dersliyinin ikinci hissəsindən səhifə 101'də yerləşən median və moda mövzusunu izah edeceğim. Mövzuya keçməzdən öncə nəzərinizə çatdırmaq istərdim ki, bundan sonra da kanalımda tez-tez 6. sınıf riyaziyyat dersliyinin izahlarının gəlməsini istəyirsinizsə, kanala abunə olmağı, videolarımı bəyənərək mənə dəstək olmağı unutmayın. Həmçinin fikir və təkliflərinizi də şərhlər bölməsi vasitəsilə mənimlə bölüşə bilərsiniz. İndi A bəndi verilən ədədlər 3, 8 və 2'dir. İlk işimiz nədir? Artan sırada düzmək. Artan sırada düzürük birinci. Bunu sözünə yazdım, siz yazmaya bilərsiniz. Sadəcə diqqətinizə çatdırmaq üçün qeyd edirəm. İlk işimiz artan sırada yazmaqdır. 2, 3, 8. Sıranı düzdük. Sonra ikinci işimiz nədir? Sağdan bir ədəd, soldan bir ədəd atdıq. Ortada tək sayda ədəd qaldı. Həmin ədəd də bu sıranın medianı oldu. Median bərabərdir 3'ə. A bəndini yazdıq. İndi keçək B bəndinə. Verilən ədədlər 7, 6, 9 və 11'dir. Öncə nə eləməliyik? Artan sırada düzməliyik. 6, 7, 9, 11 və sonra keçirik hər iki tərəfdən sağdan və soldan bir ata gəlirik. 6 ilə 11'i attım. Sağdan birini, soldan birini. Ortada 2 dənə rəqəm qaldı. Bunları ata bilmərik. Atsaq heç nə qalmayacaq axı. Ortada cüt sayda ədəd qaldıqda median tapmaq üçün onları toplayıb yarı bölürük uşaqlar. 16, 16'nın da yarısı oldu 8. Bax, median buna bərabər oldu. Bir daha təkrar edirəm. Sağdan və soldan eyni sayda ədədləri ata gəlirsiniz. Ortada tək sayda ədəd qaldısa elə həmin ədəd median olur. Yox, cüt sayda 2 dənə qaldısa toplayıb yarı bölüb medianı tapırıq. A və B bəndini izah etdim. İndi isə keçirəm C bəndinin izahına. C bəndində verilən ədədlər 21, 42, 32, 53 və 65'dir. Öncə artan sırada düzürük. Bax, bunu mütləq eləyin uşaqlar. Artan sırada düzün. Ən kiçiyi 21'dir, sonra 32, sonra 42, sonra 53, sonra 65 və indi keçirik həm sağdan, həm soldan eyni sayda ədədləri ataq. Birini soldan attım, birini sağdan attım. Birini soldan atıram, birini sağdan atıram. Sanki ədədləri sildik. Ortada bircə dənə tək sayda ədəd qaldı. Həmin ədəd də olacaq median. Və 2 dənə qalsa nə edərdik? Toplayıb yarı bölərdik medianı tapmaq üçün. C bəndini yazdıq. Keçək D bəndinə. Çox maraqlı bir dərsdir. Mənim ən sevdiyim dərslərdən biri idi bu. Ümid edirəm ki, sizin də asanlıqla həll edəcəyiniz, sevəcəyiniz bir dərs olacaq. Çünki çətin bir şey yoxdur. Əla, verilən ədədləri yazdıq. İlk işimiz nədir? Artan sırada düzməkdir. Ən kiçik ədəd burada 25'dir. Sonra 35'dir. Amma 35'dən 2 dənə verilib, ikisini də yazmalıyam. 3 dənə verilsə 3'ünü də yazardım. Neçə dənə verilibsə hamısını yazırsınız. 25, 35, 35, sonra 75 və 82. Artan sırada düzdük. İndi gəldik ən önəmli hissəsinə. Ədədlərdə sağdan birini, soldan birini ata gedirsiniz. Ortada qaldı bircə dənə ədəd, həmin ədəd də oldu median.